Salam uşaqlar. Demək, bugün biz danışacağıq preposition mövzusu haqqında. Preposition mövzusu biz bilirik ki, Azərbaycan dilində bir şəkilçini sözün sonuna artırırıq. Məsələn, Azərbaycanda deyirik məktəbə, məktəbə, məktəbdə, məktəbdən. İngilis dilində isə həmin o şəkilçini biz sözün qarşısına verməliyik. Məsələn, məktəbə olacaq ə şəkilçisi, məsələn, to-dursa, to school deyəcəyik. Məktəbdə at school bu formada verəcəyik. Məktəbdən isə olacaq from school formasında verəcəyik. Preposition mövzusunun testlərini başa düşmək üçün bəzi bilirsiniz necə əslində preposition mövzusu məsələn elə hissəsi var ki, onu sadəcə əzbərləmək lazımdır. Məsələn, 3-cü suala baxın. To be good ətlə işlənir. Bu, yəni sorğulanmadan cavab C variantı götürülür. Məsələn, 4-də to be interested in olmalıdır deyə A variantını götürəcəksiniz. 5-də isə məsələn axşamlar sözünü necə deyirik? In the evening və salam. 6-da məsələn cümləyə diqqətlə baxanda görürük ki, cümləmizdə feilimiz borrow var. Borrow isə borc almaq deməkdir. Borrow'un daha çox işləndiyi preposition from olduğuna görə from variantını götürəcəyik. Amma birinci testimizdə baxırsınızsa, biz burada tərcümə eləməliyik. Burada heç bir göstərici yoxdur ki, bizə kömək eləsin ki, biz hansı sözünü ora verə bilərik. Bizə deyir ki, do you speak any other foreign languages? Hər hansısa bir xarici dildə danışırsan, İngilis dilindən başqa. Mən də baxıram ki, beside yanında deməkdir, with ilə deməkdir. Besides bundan başqa savay mənasını verir. For üçün deməkdir, to isə a deməkdir. Ona görə düzgün cavabımı bir də götürürəm, C variantı. İkinci sualda deyir ki, there is a small bakery, balaca bir çörəkçi var. Şəhərin mərkəzində, hansı ki deyir ki, orada ən yaxşı kruasanları satırlar. Şəhərin mərkəzində dediyimizə görə elə in the center of the town verəcəm. 3-də dedik ki, good ətlə, interested inlə, in the eveninglə, borrow fromla işlənir. Aha, keçirəm 7-yə. 7-də deyir ki, təzə, yəni təzə qoxulu, fresh bread'in, yəni deyir ki, təzə çörəyin qoxusu yayılmışdı qoxunada, qonaq otağına. Qoxunadan qonaq otağına. Və burada görürsünüz, artıq heç bir göstərici yoxdur. Mən sadəcə tərcümə eləyərək tapıram. From the kitchen to the living room. Düzgün cavabım B variantıdır. She glanced. Glance zillənmək deməkdir. Həmişə işləndiyi preposition at'dir. 9-da isə deyir ki, what kind of toothpaste do you brush your teeth with? Deyir ki, nə cür diş pastası ilə sən dişlərini yuyursan, yəni nə ilə yuyursan da o mənada verəcəyik. Aylar tək işlənirsə in, yox, ayın yanında tarix olursa onu da ondan veririk. Burada isə baxırıq ki, ay tək işləndiyinə görə in verəcəyik. 11-də proud of-la işlənir. 12-də yoldaşlar, bunu özümüz üçün qeyd edək. Take feili ki var, götürmək deməkdir. Məsələn, take off həm soyunmaq deməkdir, həm çıxartmaq deməkdir, həm də təyyarənin, yəni məsələn, bu təyyarə, tutaq ki, bu təyyarədir, düzdürmü? Təyyarə əgər yerə enirsə, buna deyəcəyik land on. Yox, amma təyyarə göyə qalxırsa, onda olacaq take off, yəni yerdən götürülür də. İndi biz də bilməliyik ki, təyyarənin yerdən götürülməyini biz ancaq nə ilə verə bilərik? Əlbəttə ki, off-la verərik. Bir də off ilə off, yəni biri var 2 dənə f, biri də var 1 dənə f. Şöyle bir dənə f olan ın deməkdir. Yəni yəlik hal kimi hesab olunur da. Amma 2 dənə f daha çox yandırmaq, söndürmək, bir şeyin yerə düşməsi, yəni qırılma nöqtəsini bildirir də o f. 13-dədir ki, o oturmuşdu kuxnada. Kuxnada harda oturacaq? Kuxnanın içində əlbəttə ki. 14-dədir ki, onun mehribanlığı, hər kəs ofisdə ona heyrandır. Yazı saxlayın ki, of her kindness, onun mehribanlığının hər kəs ona heyrandır. Mənə uyğun gəlməyəcək. Onun mehribanlığına görə hər kəs ona mehriban, yəni heyrandır. Admire sözü heyran olmaq deməkdir bu arada. Deyir ki, the painting was carefully restored. Deyir ki, bu rəsm çox diqqətli şəkildə yenidən, yəni təmir kimi olundu. It is damaged condition to look almost new again. İndi baxıram ki, restored from, it is damaged condition. Yəni ziyan vurulmuş halından təmir olundu. Tərcümə ilə tapdım ha. Demək, in my life, in your life, yəni daha çox bu life sözü ilə işlənir. Tom's birthday was a great event in his life. Tom'un ad günü onun həyatında ən möhtəşəm hadisə idi.
17 isə deyir ki, pişik gizlənir çarpayının harasında, altında, üstündə, nəsə bir şey olmalıdır. Baxıram ki, altında var, elə altından götürəm. 18-də it is very important. Bu mənim üçün çox vacibdir. Üçün də bilirik ki, for deməkdir. 19-da shelf sözü rəf deməkdir uşaqlar. Deyir ki, çoxlu boşqablar var rəfin içinə, into çünki içinə deməkdir. 10 üstündə bunu götürərəm. AE to AE mənasını verir. From-dan, with isə ilə heç bir mənaca uyğun gəlmir. 20-ci sualda xalça var döşəmənin üzərində. Döşəmə sözü ümumiyyətlə floordur, grounddur, bu torpaq qatı falan. Bunlar həmişə onunla işlənir. Keçirəm növbətiyə. Weekend sözü həftə sonu deməkdir. Həftə sonu isə ətlə işlənən bir ifadədir. Interested inlə işlənir yoldaşlar. Deyir ki, Tom bizim sinifimizdə ən ağıllı uşaqdır. Ən istedadlı uşaqdır. Yəni sinifin içindən bildirirsə in verəcəm. They decided to leave early. Deyir, onlar erkən çıxmaq istədilər. Mən bilirəm ki, in spite of-la işləndiyinə görə B-ni çıxıram. Qalanın uyğun gəlir. Deyir ki, onlar qərar verdilər ki, erkən tərk eləsinlər. Güclü qar haqqında xəbərdarlığa görə, bəli, görə. Ona görə biz burada because of götürəcəyik. Because of. Nəyə görə despite götürmürük uşaqlar? Despite baxmayaraq ki bildirir. Deyir ki, biz erkən çıxmağa qərarı aldıq. Baxmayaraq ki, xəbərdarlıq verilmişdi də güclü qarla bağlı. Mənə uyğun gəlməyəcək. From-dan deməkdir, for üçün deməkdir, ona uyğun gəlmir. 25-də oyuncaqlar stolun harasında olar? Ya üstündə olar, ya altında olar. Altına varsa elə altından götürəm. 26-da Kate yerləşdirdi notebookunu stolun üstünə və başladı yazmağa. Üstünə 10. 27-də deyir ki, o bağdadır. O bağın harasında olacaq? Üçün, in içində deməkdir. Of, in, un deməkdir. On üstündə, between isə arasında deməkdir. Keçirəm 28-ci sualıma. Deyir, çay overflowed. Həddindən artıq axdı sahillərə. Keçən gecə güclü yağışa görə. Baxıram ki, haradasa burada due to ilə işlənirəm. Yada saxlayın. Əgər qayda dəftərinizdə qeyd eləməmsinizsə, zəhmət olmasa because-dur, as-dır, yazın bərabərdir due to. Due to da çünki eyni mənanı verir because-la falan. Amma due to-dan sonra daha çox cümlə gəlmir də, söz və yaxud da sözləşməsi gəlir. Elə məncə qayda dəftərində siz belə yazın. Because of bərabərdir due to-ya. İkisi də görə mənasını verir. Despite ilə inspite demişəm ki, eyni mənanı daşıdığına görə ola bilməz. Due to the heavy rainfall last night. Bəli, as a result of nəticəsində deməkdir. Gəlin baxaq görək. As. Burada due to ola bilməz, çünki due-nun yanında to yoxdur. As görə deməkdir. As a result of-daki nəticəsində deməkdir. As-dən sonra cümlə gəlməlidir. Because-dan as-dən sonra. Amma because of-la due to-dan sonra cümləyə söz birləşməsi gəlməlidir. Burada heavy rainfall, güclü yağış. Görürsünüz, güclü yağış. Yəni sadəcə söz birləşməsidir deyə əzi götürə bilmirəm. Cavabım da qalır Y variantı. Növbəti suala baxıram. Deyir ki, Jim gördü bir neçə polis maşınını yolun o birisi tərəfində. Körpünün içində, altında. Körpünün altında olar böyük ehtimal. 30-cu sualda isə uzun trafik var idi. Axşam da in the morning, in the evening, in the afternoon bu formada işlənir. 11-ci sualda o layihənin ümumiyyətlə hər hansısa bir layihənin üzərində işləyirsən, yəni she worked on the project verəcəyik həmişə. Ona görə C variantı. 32-də yenə weekend sözü var. Baxıram ki, we will go to Brighton at the weekend. Həftə sonunda gedəcəyik. Don't be afraid. Afraid həmişə of-la işlənir. Yəni bu əzbərlənəsə bir qaydadır. Həftənin günləri isə uşaqlar onunla işlənir. 35-də deyir ki, onlar sakit bir qonşuluqda yaşayırlar. Bunun qayda dəftərinizdə yoxsa qeyd edin. Far da həmişə from-la işlənir, uzaqlan deməkdir. Nəysə, sakit qonşuluqda yaşayırlar deyəndə, yəni içində dadə mənasını verəcəm. Deyir ki, Bangkok şəhəri 36-cı sualda Taylanddadır. Taylandda in verəcəm. 37-də isə deyir ki, she kept smiling. 37-ci sualla əslində razılaşmıram. Yəni mənasını həqiqətən deyir ki, she kept smiling. O hələ də gülüşünü dayandırdı. Baxmayaraq ki, pis xəbərə baxmayaraq, o erkən qəbul elədiyi pis xəbərə baxmayaraq gülüşünü dayandırdı. Yəni biraz mənasız gəlir mənə bu sual əslində. In spite of-la işlənməlidir deyə ola bilməz. Despite qalacaq. Until qədər deməkdir. With ilə by qədər. Yəni mənə uyğun gəlmir əslində 37-ci sualda. Depend onla işlənir. Good uşaqlar ətlə işlənir.
Proud da of-la işlənir. 41-ci sualda, deyir ki, mən oxumuşam 2 dənə kitab written, yazılmış. Kim tərəfindən? Charles Dickens tərəfindən yazılmış. Və bir də bu qeydiyyatı saxlayın ki, zaman zərflərində var idi. İndiki zamanda every day, every month, every week, every year, keçmiş zamanda last month, last year, last week, gələcək zamanda next month, next year falan. Bunların qarşısında heç vaxt sözünü işlənmir uşaqlar. Ona görə ikinci hissəni boş saxlayanda cavab zaten B variantı, D variantı qalır. 42-ci sualda a cup of tea olur, bir fincan çay. Biz bunu numerativ sözlərdə də keçmişdik. A cup of da bir fincan çay, a bowl of soup, bir kasa soup, a loaf of bread, bir kündə çörək. Yəni numerativ sözləri də təkrarlayın. 43-cü sualda what can I do? Mən sənin üçün nə edə bilərəm? Sənin üçün dediyimə görə for verəcəm. Deyir ki, sən nə aldın anan üçün for? Bunu yazı saxlayın ki, 45-ci sualda, yəni bir yerdən yıxılmaq, fell down olur, yıxılmaq ya da fell off olur. Deyir, o velosipedindən yıxıldı, amma deyir, çox zədələnmədi də. Yıxılmaq sözü bir yerdən, hündür bir yerdən aşağıya doğru düşmək uşaqlar, off-ı-fı-la verəcəksiniz onu. 46-dır ki, mən səni vağzaldan götürəcəm, qatar çatandan sonra vağzalda, yəni I will pick you up, götürərəm. Vağzal ilə götürərəm, vağzalın üstündə, vağzalın içində ət verəcəm ona görə. 47 sualda deyir ki, sən qoya bilərsən koftaları qardırobun içinə. Bu dəfələrlə düşmüş sualdır, içinə, bir də içində. Əgər bir şeyin içinə qoyursansa, məsələn, çantavın içinə olsun, qardırobun içinə olsun, onda into verəcəksiniz. Yox, əgər qapalı bir məkandan nəyisə götürürsünüzsə uşaqlar, məsələn, çantanın içindən qələmimi götürdüm və yaxud da qardırobun içindən köynəyimi götürdüm. Yəni, bir şeyi dışarı çölə çıxardırsınızsa, orada out of olacaq. Məsələn, 47-də indi into verəcəyim. 48-də deyir ki, o daha xoşbəxtdir, işini dəyişdikdən sonra mənasını verəcəm. Gəldim 49-a. Deyir ki, təpənin hündürlüyünün mənzərəsi breathtaking idi, nəfəs kəsici idi. Təpənin hündürlüyünün mənzərəsi ofda olar burada. Bir də ki, təpənin hündürlüyündən mənzərə, down'dan, o birislər mənaca uyğun gəlmir. Think ya of-la işlənir, ya about-la işlənir, listen to ilə işlənir. Uşaqlar futbol oynamırlar küçədə, in the street. 53-də turn, yandırıb söndürmək məsələsində daha çox işlənir. Turn on, yandırmaqdır, turn off, söndürməkdir. Turned around, ətrafında dönməkdir. Yəni, turn normalda çevrilmək, dönmək deməkdir. İndi mən də baxıram ki, işıqları söndür, otağı tərk etməmişdən əvvəl. Söndür mənasında əlbəttə ki, beyni verəcəm. Bu da əzbər testi. Grateful to you for everything. Yəni, grateful to somebody for something. To ilə for verəcəm. Qayda dəftərimizdə bu arada var bu qayda. She left her keys. O açarlarını kuxnada, yəni çıxmamışdan əvvəl kuxnada unutdu, qoydu, belə bir şey olacaqdı. Kuxnanın içində qoydu da, yəni ki, in verəcəm. The children were laughing and playing. Uşaqlar gülürdülər, oynayırdılar bağda, in the garden. Far bayaq dedim özünüz üçün qeyd edin. Far həmişə from-la işlənir. Peşkom getməksə, piyada getməksə on foot olur. 58-dir ki, yeni qanuna çoxlu balaca bizneslər praktiklərini dəyişməlidirlər. Mən də baxıram ki, as a result of olmalı idi yanında. Because-dan sonra uşaqlar cümlə gəlməli idi. Amma burada baxın, virgülə qədər ki, hissədir mənim üçün əsas. Və o cümlə deyil, söz birləşməsidir deyə because-da götürmürəm. In spite of, despite olmalıdır, of olmalı deyil bu arada. Yeni qanunda, yox, yeni qanuna görə. Görə mənasını daşıdığına görə C variantı doğrudur. 59-cu sualda deyir ki, illərlə özünü həss etməsinə o nəhayət nail oldu, arzuladığı kliniki açmağına. Nəysə, baxıram ki, in spite of, despite ikisi də eyni mənanı verir deyə çıxıram. Yəni, deyir ki, illərlə özünü həss etməsi nəticəsində o arzuladığı klinikanı açdı. 60-cı sualda isə deyir ki, onun aksenti deyir ki, o ölkənin cənubundandır, dan. 61-də odur, he arrived, o gəlib çatdı. Arrive ya indən işlənir, ya da ətlə işlənir. Ona görə heç birini götürmürəm. We spent the whole afternoon relaxing. Biz bütün həftə sonunu ağacın kölgəsində dincələrək keçirdik. Yanında əvvəl olmayacaq, üstündə də olmayacaq, in the shade of olacaq. Biz qaldıq kafedə.
gecə olana qədər kafenin içində ümumiyyətlə inlə ət bir-birinə çox oxşayırlar. İkisi də dadə mənasını verir. İn bir şeyin içindədir, ət isə həmin ərazidə mənasını verir. Məsələn, mən desəm ki, in cafe, demək kafenin içindəyəm. Ət kafe, yəni kafe ətrafındayam da, yəni o ərazidəyəm. Burada da in olmadığına görə əlbəttə ki, əti götürəcəm. 64-də the children played, parkda oynayırdılarsa parkın içində. Deyir ki, gəlin sığınacaq shelter, yəni götürək özümüz üçün. Let's take a shelter tree till the rain stop. Yağış bitənə dək, yəni dayanana dək, gəlin ağacın nəminəsi də altında özümüzə bir sığınacaq quraq da. Orada altında mənasını verir. 66-da midnight ifadəsi ki var. The shop is open. Normalda at midnight işlənməlidir, amma baxıram ət yoxdur burada. Deyir ki, mağaza 5-ci günlər gecə yarısına dək açıqdır. Since bəri deməkdir, daha çox indiki bitmiş zamanı bilir. Out of çölünə deməkdir, with ilə deməkdir, into içinə deməkdir deyə. Dakdakı mənasını bildirən əlbəttə ki tilldir. Proud of, afraid of-la işlənir. Bu sadə idi. Last summer-in qarşısında heç bir şey ola bilməz, amma cümlə indiki bitmiş zamandadırsa, orada since verə bilərsiniz. Burada bilirsiniz nə deyir? Demirik keçən yayda. Deyir, keçən yaydan bəri mən onu görməmişəm. 68-ci sualda deyir ki, kampaniya, gəlin qələmimi götürək. Despite-la due to ilə işlənir. Birinci səhv budur. Qalan hamısı uyğun gəlir. Deyir ki, şirkət azaltmalıdır işçi qüvvəsini finansal çətinliklərə görə. Görə isə Y variantıdır. Despite baxmayaraq ki, until qədər, around ətrafında məna uyğun gəlmir. 70-ci sualda isə uşaqlar balaca bir ev tikdilər. İt üçün hündür ağacın altında. B variantı doğrudur. 71-də mən deyir tərk eləməyəcəm ofisi. Sən özünü yaxşı hiss eləyənə dək. Baxıram ki, I will not leave since office olmaz. By the office olmaz. For the office, next to the, out of the office. Yəni ofisdən çölə çıxmayacam da, tərk eləməyəcəm. 72-də isə mən deyir, I learned so much watching that documentary. Deyir ki, mən çox öyrəndim bu sənədlərə baxaraq da. I learned so much from watching olar. Gəlin baxalım. Deyir, mən öyrəndim çox after watching that documentary. After olsa daha yaxşı olardı. In watching, at watching, on watching, off watching, from watching. I learned so much from watching that documentary. Bəli, mən bu siniflər deyir ki, mən bu sənədli filmlərə baxaraqdan çox şey öyrəndim. Yəni biraz dəxilsiz gəldi. 73. Cümlə indiki bitmiş zamandadır. İndiki bitmiş zamanın zaman zərfləri for və since-dir daha çox. İllər olanda da söhbət belə gedir. İndi sizcə ümumiyyətlə for-la since-in uşaqlar mənasını başa düşmürlər. 2015-dən bəri dediyimizə görə D variantını götürəcək. For-dan sonra adətən illər işlərim. Necə illər işlərim? Məsələn, for 2 weeks, for 3 weeks. Yəni rəqəm, bir də month, week, year bu tipli sözlər işlərir. 74-də onlar sığınacağı tapdılar qayalıqların altında yağış süzməyə başlayanda. 75-də bad weather forecast. Baxıram ki, bu cümlə deyil, bu söz birləşməsidir. Və mən bura hamısını verə bilərəm. Deyir, onlar bir dənə burada postpone, təxirə salmaq sözünü bilmək lazımdır. Deyir, onlar pikniki təxirə salmalıdırlar pis havaya görə. Görə mənasını verən because of əlbəttə ki. Heavy rain-də cümlə deyil, söz birləşməsidir. Due to ilə işləndiyinə görə, in spite da of-la işləndiyinə görə B-C-D arasında qalıram. Güclü yağış, onlar qərara gəldilər ki, ekskursiyaya getsinlər. Demək, mən də baxıram deyir ki, baxmayaraq, güclü yağışa baxmayaraq onlar ekskursiyaya getməyə qərara gəldilər. The flowers bloomed. Bax, günəş azlığı deməkdir bu. Deyir ki, güllər çiçəklədilər, günəş azlığına baxmayaraq. Despite verəcəm burada. Çünki in spite of-la işlənir. Günəş azlığına görə yəni çiçəklər, bulun birisi nədir? Çiçəklənməkdir də, yəni güllər açdı da bu mənanı verir. Yəni günəşin azlığına baxmayaraq güllər açdı deyərik. 78-də o gündəliyini saxlayırdı. Gündəlik bilirsiniz nədir? O gündəlik nə eləmisənsə onu yazırsan da, ora kitabçadır da.
yastığının altında verəcəyik. To be good at-lə işlənir. Deyir ki, o danışdı aydın və rahat, stresli olmasına baxmayaraq in spite of-la işlənməlidir. Ona görə despite verəcəyik. Digərləri, yəni stresli olduğuna görə rahat danışdı deyə bilmərik əlbəttə ki, due to, çünki görə deməkdir. O işdən evdə qaldı, pis baş ağrısına görə, bəli. Mother was angry. To be angry with somebody for something olduğuna görə, yəni kiməsə əsəb olanda biz elə verəcəyik. Deyir ki, much təxirə salındı pis hava şəraitinə görə due to verəcəyik. Because niyə vermirik? Çünki because-la because of olsaydı götürərdik. Çünki because özündən sonra cümlə istəyir, amma bizim cümləmizdə yəni söz birləşməsi idi də. She is one of birisi nədir? Ən istedadlılarından biridir. Ən istedadlılarının biridir. Bu formada işlənir. The area has become more popular with tourists. Demək, in spite of-la despite eyni mənanı verdiyinə görə ikisini də çıxıram. As a result of-la işlənməli idi. C ilə D arasında qalıram. Deyir ki, ərazi populyarlaşıb turistlərlə inkişaf etmiş nəqliyyat linklərinə nəticəsində, yəni C variantı doğrudur. 86-da deyir ki, pişik tullandı. Bir yerdən, məsələn, pişikdir, stolun üstünə çıxıb və oradan aşağıda tullanırsa of verəcəyik orada. O qatarı buraxdı, trafik cəm, yəni tıxaca görə verəcəyik. Despite baxmayaraq ki, mənə uyğun gəlməyəcək. 88-də deyir ki, yeni tənzimləmələrə görə bizneslər artıq əməliyyat sistemlərini dəyişməlidirlər. Yəni baxıram ki, because-dan bu new regulations uşaqlar cümlə deyil. Bu söz birləşməsidir. Because isə özündən sonra cümlə istəyir. Due to ilə işlənməlidir. Bu ümumiyyətlə səhvdir. Yəni burada sadəcə B variantı qalacaq ki, yeni tənzimləmələrin nəticəsində biznesmenlər artıq dəyişməlidirlər əməliyyat sistemlərini. Among çünki arasındadır, mənə uyğun gəlməyəcək. He struggled to breathe. Deyir, o güclə nəfəs alırdı da. Ağır tüstüyə görə, otaqdakı ağır tüstüyə görə. Because-dan sonra cümlə gəlməlidir. Due to ilə əslində because of eyni mənanı verir. Ağır tüstüyə görə. Amma otağın içində at the room yox, biz in the room deyirik. He spent the whole afternoon. O bütün gün ortasını kitab oxuyaraq, yəni qədim sivilizasiyalar haqqında kitab oxuyaraq keçirdi. 91-də she sat quietly. Bench skameyka deməkdir. Skameykanın üstündə otururuq, divanın üstündə otururuq, stolun üstündə otururuq, amma kreslonun içində in an armchair olur. In an armchair. Demək, has improved indiki bitmiş zamandadır. İndiki bitmiş zamanda isə ya since ya da for veririk. Keçən ildən bəri dediyimizə görə A variantı doğrudur. Köhnə evin damı in olduğuna görə Y variantını. They enjoyed their picnic. Onlar pikniklərindən zövq aldılar. Sərin havaya baxmayaraq olar. Düzdürmü? In spite of-la işlənməlidir. Due to görə demək. Sərin hava olanda biz o qədər də piknikdən zövq almarıq ki, bizə lazımdır, yəni bir qəşəng hava olsun da. Chill wind, külək mənim ən sevmədiyim şeydir. Yəni küləyə baxmayaraq onlar piknikdən zövq aldılar. Bax görürsüz, burada da heavy rain cümlə deyil, söz birləşməsidir. Due to ilə işlənir deyə A getdi. Deyir, maç ləğv olundu güclü yağışa görə. 96-da deyir ki, çox işlənmişdi və həsr eləmişdi. O yüksək vəzifəyə gətirildi də, çıxarıldı. Yəni deyir ki, C variantı yazacaq buradan. Deyir, çox çətin işinin nəticəsində, yəni çox işləməyin nəticəsində o digərləri due to ilə işlənir bu arada. Y variantı ümumiyyətlə ola bilməz. In spite of-la despite də demiş ki, eyni mənanı verir. İkinci prepositionları hətta belə eynidirsə götürməyəcəyik. 97-ci sualda onlar müzakirə edildilər təhsilin vacibliyini, təhsilin külək uçdu onun papağından. Əgər bir şey uçub yerə düşürsə, qırılıb yerə düşürsə, orada of verəcəyik. Çoxlu növ heyvanların nəsli kəsilməkdədir. Ağacların qırılması və təbii yaşayış yerlərinin itməsinə görə. Bilirik ki, in spite of, despite eyni şeydir. Burada cümlə deyil, yəni söz birləşməsidir, cümlə deyil. Ona görə as a result of ifadəsini verəcəyik. 100-cü sualda isə he kept reading, o oxumağı dayandırdı.
Bir dəqiqə. From early morning with a book in bir dəqiqə. Till she kept reading till early morning. O səhərədək oxumağını davam elətdirdi. With a book in her hands. Əlində kitab ilə. Bəli. Bu biraz çətin idi. Demək, 100 dənəsinin izahını verdik. Prepositionların birinci növbədə tərcümələrini əzbərləyin.